Onu göstərir ki, sidik kisəsinin xərçəngi ilə müraciət edən pasientləri araşdıranda görürük ki, çox nadir pasient olar ki, onlar siqaret çəkmədiyini söyləsin. Demək olar ki, hamısı həyat anamnezində siqaret çəkdiyini söyləyir. Bu da bayaq dediyim fakta söykənir. Həkim, ümumiyyətlə, bax, bu uroloji xəstəliklərin müalicəsində normal, yəni xəstəliyi yürüdən insanlar var, bir də şəkəri olan insanlar var da, yəni şəkərli diabetdən əziyyət çəkənlər var. Müalicələrində təbii ki, bir fərq olur da. Və yaxud da vəziyyəti ağırlaşdırırmı şəkərin olması? Şəkərli diabetli xəstələrdə problem nədən qaynaqlanır? Damar divarının elastikliyi pozulmuş olur. Elastikliyi pozulanda hamımızın məlumatımız var. Şəkərli diabetli xəstələrdə eşitmişik ki, barmaqlar qanqrenaya uğrayır. Bunun nədən irəli gəlir? Onun qan dövranı pozulur, həmin damar divarının elastikliyin pozulması nəticəsində və yekun olaraq orada nekrotik proses gedir. Eyni hadisə uroloji sistemində